2024-cü ildə Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan hava yollarına məxsus təyyarədə həyatını itirən Qazaxıstan vətəndaşlarının ailə üzvləri və qanuni vərəsələrə müəyyən edilmiş sığorta təzminatlarını alacaqlar. Bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə məbləğin bir qismi artıq təqdim edilib. Mən bu məsələni araşdırdım. Həlak olan 6 Qazaxıstan vətəndaşı, bəzilərinin vərəsələri və ya birbaşa qohumları, onlar artıq bütün ödənişləri alıblar. Təəssüf ki, bəzi hallarda məsələ məhkəmədədir. Çünki kimin ödəniş almalı olduğu barədə öz aralarında mübahisə edirlər. Lakin ödənişi həyata keçirməli olan tərəflər əsasən həm Azərbaycan, həm də Rusiya sığorta şirkətləridir. Və onlar ödəniş etməyə hazırdılar. Belə bir qərar olduqda düşünürəm ki, yaxın vaxtlarda vətəndaşlığından asılı olmayaraq bütün sərnişinlər kimi onlar da eyni təzminatı alacaqlar deyə o, Rusiya və Azərbaycan Xarici İşlər Nazirliyinin kompensasiya məsələlərinin tənzimlənməsi ilə bağlı bilgi bəyanatını şərh edərkən qeyd edib.